Mən də hər birinizi təkrarən salamlayıram. Festivalda iştirak etdiyim üçün olduqca şadam. Azərbaycanın görkəmli bəstəkarı, Milli Bəstəkarlıq Məktəbinin layiqli nümayəndələrindən olan Fikrət Əmirov, musiqi tariximizə bir çox parlaq əsərlərin müəllifi, milli mədəniyyətimizə yeni nəfəs gətirən bəstəkar kimi daxil olub. Onun musiqisində ideya məzmununun dərin və zəngin olmağı ön planda dayanıb. İnsan hisslərinin təsvirini yaradıcılığında mənalı şəkildə əks etdirib. Xalqın musiqi təfəkkürünü elə dəqiqliklə dərk edib ki, bu keyfiyyətlər bəstəkarın musiqi tərzinin elementlərini çevrilib. Yaradıcılığının ayrı-ayrı dövrlərində müxtəlif mövzularda yaratdığı mahnı və romansları musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun vokal yaradıcılığı, söz və musiqinin vəhdəti, parlaq melodiya və təravətliyi ilə özünü cəlb edir. İnsan düşüncəsinə təsirsiz ötüşməyən, bir-birindən rəngarəng mahnı və romanslarında daima axtarışlar edib, yeni mövzular tapmağa çalışıb. Bütün bunlar bəstəkarın vokal yaradıcılığını dərindən dərk etməyə və sevməyə zəmin yaradır. Yaradıcılığında özünə məxsus xüsusi yer tutan vokal musiqisi ifadəli xüsusiyyətləri ilə fərqlənir. Bəstəkar sevilən mahnı və romansları ilə xalqın qəlbinə yol tapıb. 3 romans və 25-dən çox mahnı yazıb. 2 janrın, mahnı, romans nümunələrinin birləşməsindən ibarət olan Gülüm, Gülərəm Gülsən, Kör Ərəbin mahnısı yüksək lirikanın parlaq ifadəsidir. Müraciət etdiyi poetik üsluba uyğun obrazlar yaratmış, ona xüsusi emosional dolğunluq gətirmişdir. Fikrət Əmirovun mahnıları əsl sənət əsəridir. Nizami Gəncəvi, Səid Rüstəm, Məmməd Səid Ordubadi, Hüseyin Cavid, Səməd Vurğun, Mirvarid Dilbazi, Nəbi Xəzri, Teymur Elçin və digər şairlərin poeziyasının təsiri nəticəsində bir sıra mahnı və romanslar ərsəyə gətirib. Fikrət Əmirovun vokal yaradıcılığında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş Gülüm qəzəl romansı xüsusi yer tutub. Bu vokal miniatürdə lirik, nəcib, ülvi hisslər gözəl şəkildə öz bədii ifadəsini tapıb. Bu da romansın musiqi üslubunun xüsusiyyətlərinə təsir göstərib. Burada miniatür janrına xas olan bədii ümumiləşdirmə qeyd olunmalıdır. Romansın başlanğıc ifadəsi, həyəcanlı aşiqə nidası buna misal ola bilər. Melodiya təmkinli, incə lirizmi ilə dinləyici qəlbini ələ alır. Musiqinin forması qəzəlin poetik forması ilə sıx bağlıdır. Romansın melodiyasında qəzəlin ilk 2 beytinin hər misrası bir melodik cümlə ilə təkrarlanır. Fortepiano partiyası şəffaf və rəngarəngdir. Burada variasiyalıq əsas inkişaf prinsipi kimi diqqəti cəlb edir. Romans 3 hissəli formada bəstələnib. Gülərəm Gülsən mahnısının poetik əsasını 11 hecalı mətn təşkil edir. Şeirin bəndinin son 2 misrası mahnının sonunda ona uyğun melodik cümlələrlə birlikdə təkrarlanaraq kompozisiyada 3 hissəli formanın yaranmasına gətirib çıxarır. Kuplet formasında nikbin ruhlu məhəbbət mahnısı olub, sevən qəlbin eşqdən doğan sevinç hisslərini əks etdirir. Azərbaycan elləri vətən mövzusuna həsr olunmuş ən gözəl mahnılardan biridir. Burada vətənin ağır günlərin sınağından keçdiyi təsvir edilir. Nəqarətsiz formada yazıldığı üçün mahnı romans da adlandıra bilərik. Xarakterinə görə lirik, epik rəvayət ruhlu olub, Azərbaycanın gözəlliyini və zənginliyini tərənnüm edən poetik lövhədir. Vətən mövzusu bəstəkar tərəfindən lirik, romantik planda şərh olunub. Poetik mətnin ifadəli məna əhəmiyyətini dolğun nəzərə çarpdırmaq və melodiyanın gözəlliyini qabarıq əks etdirmək üçün bəstəkar məqsədli şəkildə müşayiətdə fon yaradan sadə akordlardan istifadə edib. Reyhan mahnısı sadə, lakonik melodiyaya malikdir. Bəstəkar minimal vasitələrlə mükəmməl musiqi nümunəsi yarada bilib.
mahnının həsr olunduğu şəxsin adını nəqarətdə deyil, ilk bənddə verib. Mahnı kuplet formasında, xalq mahnıları ruhunda xoş ovqat, şən xarakter daşıyır. Nəqarət sual-cavab xarakterli, qısa ibarələrin növbələşməsi üzərində qurulur. Bəstəkar melodik cümləni pauzalar vasitəsilə hissələrə ayıraraq mətndə vacib saydığı ifadələri vurğulayır. Kuplet və nəqarətin sərhədləri dəqiq qeyd olunub. Girişi mövzusu nəqarətin melodiyasına əsaslanır. Quruluşuna görə iki eyni cümlənin təkrarını əmələ gətirir. Neyləmişəm mahnısı lirik oynaq xarakterli xalq mahnıları ruhundadır. Müşayiət akordlu fakturaya nəqarətin ilk cümləsi SGH əsaslanır. Nəqarətin quruluşu iki hissəli olub, sonluğunda Bayatı Şiraza qayıdış özünü göstərir. Aslanın mahnısı lirik məhəbbət xarakterlidir. Bu mahnının mətin mövzusunda bənzətmələrdən istifadə olunub. Nəqarət təkrar quruluşlu musiqi cümləsinə əsaslanır və xromatik hərəkətə rast gəlinir. Göy-göy mahnısı lirik oynaq xarakterə malikdir. Melodiyanın harmonik özəyi müşayiətdə saxlanılır. Mahnının xüsusi nəqarəti yoxdur. Melodik quruluşun təkrarlanması nəqarətvari sözlərə əsaslanır. Saqinin mahnısında əvvəldən sona qədər qəmgin melodiyanın təzahürünü görürük. Bu həzin mahnıda yuxarı notlardan geniş istifadə edən bəstəkar sanki insanları çağırışa səsləyir. Musiqi və sözlərin dərin ifadə tərzi mahnının təsirli olmasına imkan yaradır və sonda daha bir lirik, həzin, mən səni araram mahnısı diqqətə layiqdir. İnsanın hisslərini dərindən açıqlayan bu mahnıdakı kədər və səmimilik dinləyici qəlbinə yol tapır. Mahnı öz melodik quruluşuna, fakturanın xüsusiyyətlərinə görə romansa yaxındır. Şəffaf, zərif müşayiət fonunda verilən melodiya daxili emosional quruluşlu frazalardan ibarət aydın, sadə kompozisiya yaratmışdır. Melodiya ilə harmoniyanın sıx vəhdətini görürük. Bəstəkar formanın sadəliyinə çalışaraq, mahnıda az ifadə vasitələri ilə çox fikir söyləməyə, hiss və həyəcanı dərindən əks etdirməyə çalışır. Buradan da harmonik dilin mürəkkəbləşdirilməsi özünü qabarıq bir özə verir. Kuplet nəqarət formasındadır. Sonda işlədilən cümlələrin təkrarını eşidirik. Nəqarət sual-cavab xarakterli qısa kəlmələrin növbələşməsi üzərində qurulub. Fikrət Əmirovun nəzərdən keçirdiyimiz mahnı və romanslarında instrumental müşayiətin rolunun artdığını görürük. Vokal partiyada melodiya o qədər geniş inkişaflı olmasa da, fortepiano partiyasında musiqi materialı inkişaf etdirilərək kulminasiyaya çatdırılır. Musiqi dramaturgiyasının hərəkət verici qüvvəsinə çevrilir. Fikrət Əmirovun yaradıcılığı dərin köklərlə milli musiqi mədəniyyətinə bağlıdır. Xalqının musiqi irsi onun yaradıcılığının əsas qaynağı olaraq üslubuna çevrilmişdir. Sözsüz ki, mahnılarının hər biri ayrılıqda xüsusi yerə sahibdir. Milli ruhda yaratdığı yaradıcılıq nümunələri bəşəriyyətin dərk edə biləcəyi səviyyədə dayanır. Mahnılarının sevilməyini bəstəkarın milliliyə bağlılığında, sənətinin füsunkarlığını onun xalqa, vətənə sevgisində görə bilərik. Xalq üçün yazıb yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir, deyə vurğulayıb Fikrət Əmirov. Sənətkarın ömür yolu, yaradıcılığı onu dəyərləndirən hər kəsin diqqət mərkəzində dayanır. Qeyd edim ki, musiqi sənətindəki ilk başlanğıcım Gəncə şəhərində yerləşən bir saylı musiqi məktəbi ilə başlayıb. Daha sonra Bakı Musiqi Akademiyasında buraxılış işimdə Fikrət Əmirovun yaradıcılığını əks etdirən mövzu olub. Bu gözəl təsadüfdən olduqca şadam. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.